Mən bunu Sərxan Beləsuvarlı balasından almışam. Bunu işlətdim 4 ay, 5 ay. Yəni öz səhvliyimin ucubatından bunun motorunu yandırdım. Yəni belə deyək də, işığım zəif oldu. Otu da çox verdim, motor yandı. Yəni o öz günahımdan, öz səhvliyimdən oldu. Bunu da alanda Sərxan usta mənə zəmanət vermişdi ki, yəni motor yandı, nə problem oldu, qaqan qulluğundadır. Mən də aldım, getdim, dedim da indi insandır dana deyir, indi aparatını satmaq üçün hardasa dedim yağan reklam eləyir. Müəyyən ağzı göyçəklər də dedi ki, boş şeydir, motor yandı, üstündədir da, yəni onun xərcini özün çəkəcəksən. Yəni belə bir iki nəfər mənə belə bir söz demişdi. Mən də hardasa insanamdana inanmışdım. Motor yandı, üstdən bir 15 gün, bir ay keçdi. Yəni utanırdım da mən Sərxan qardaşa zəng eləməyə. Yəni nəyə görə mən özümə bağışlaya bilmirdim də. Yəni şəxsən onu mən qəsd kimi deyim də. Yəni qəsd deyim də, amma işığım zəif idi. Mənə də demişdi ki, yəni məsəl üçün belə deyək də, zəif işığla işlətmə. 190-200 olurdu. Mən onu gücə saldım, işığım zəif, otu da çox verdim, motoru yandırdım. Üstündən bir ay keçdi, utanırdım mən Sərxana zəng eləyəm ki, Sərxan motoru yandırmışam. Dedim zəng eləyərəm, mənə nəysə deyər ki, qaqa yandırmısan da mənlik deyil, apar özün sarıtdı, neynirsən elə. Götdüm, elə boş-boş Sərxan qardaşa bir dənə zəng elədim ki, Sərxan qardaş, bəs Otdoğriyanın motorunu yandırmışam. Dedi, əcəb eləmsən, zor eləmsən. Qaqan qulluğundadır, motoru sök, göndər seximizə təmir eləyək, göndərək. And ola bizi yaradana, Allaha and olsun. Açdım buradan yola saldım, təmənnasız, bir manatsız, təmənnasız. Göndərdim. Sərxan Beləsuvarlı balası, səni Allah var eləsin, eşq olsun qardaş, sən ömrün boyu qardaşlıqdan kəm olma. Həqiqətən də qardaşlığa layıq bir insansan sən. Öpürəm səni. Allah səni var eləsin, həmişə başını uzat eləsin qardaş. Allah həmişə başından töksün. Öpürəm səni qardaş, minnətdaram. Həqiqətən var ol. Neçə mən ustalara zəng elədim, yəni bu ot doğrayan aparatların yığanlarla, məşğul olanlarla zəng elədim, maraqlandım. Dedim ki, məsəl üçün sizdən aparat aldım, getdim 10 gün, 1 ay, motoru yandı, zəmanət verirsiniz, dedi, xeyr, biz motora zəmanət vermirik. Sən apardın, onun işığın zəif oldu, yandırdın, ona biz niyə zəmanət veririk? Sağ ol, eşq olsun, Beləsuvarlı balası Sərxan qardaşa, öpürəm səni, bağrıma basıram, eşq olsun qardaş sənə, Allah səni var eləsin.